Salam, xoş gördük. Yenə mən jurnalist Raif Muxtar. Deməli, parlamentdə deputatlar arasında bir mübahisə yaranıb. Söhbət Azəri sözünün üzərində başlayıb. Deməli, söhbət nədən gedir? Deputat Sayad Aran çıxışında bildirib ki, bəzi dövlət qurumlarının adında Azər sözü var. Məsələn, Azərxalça, Azərsu və s. Amma Azəri qaz sözü yanlışdır. Yəni, hətta bildirib ki, hansı ağılla bu quruma Azəri qaz adı qoymusunuz? Bizim Azəri sözü ilə heç bir bağlılığımız yoxdur. Azəri sözü İranda etnik qrupun adıdır, etnik azlığın adıdır. Ona görə bu qurumun adı dəyişməlidir. Ədliyyə Nazirliyi də bunu ilə bağlı ictimaiyyətə açıqlama verməlidir. Onun deputat həmkarı Hikmət Məmmədov isə bu fikirlərlə razılaşmayıb, bildirib ki, İranda belə bir qrup yoxdur, Azəri deyilən azlıq etnik qrup yoxdur. Azəri sözü bizə məxsusdur, yəni Azərbaycanlılara aiddir. Biz bu sözdən imtina edə bilmərik. Bu sözdən imtina eləmək Azərbaycandan, dövlətdən imtina eləmək deməkdir. Azərbaycan sözünün kökü isə az sözündən qaynaqlanır. Yəni belə bir fikir ayrılığı yaranıb parlamentdə. Hər halda sizin fikriniz nədir? Bu Azəri sözü çox mübahisələrə səbəb olur. Sizcə Azəri sözü ilə razılaşmalıyıqmı, razılaşmamalıyıqmı? Fikirlərinizi rəy bölməsində yazmağınızı xahiş edirəm. Kanala da abunə olmağı unutmayın. Sağ olun.